Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Aziz ve değerli Müslümanlar, bugün şehir ahalisinden sizce insan geyimi onun əməlini nümayiş etdirir mi? Sualını soruşuruq. Selamun Aleyküm ve Rahmetullah. Aleyküm salam. Adın neydi kardeşim? İbrahim. Rövşən idi adımda. Quliyev Seyhun. Pərviz. Tural. Adım Zahid. Mirağa. Sizce insan geyimi onun əməlini nümayiş etdirir mi? Xeyr. Çünki Yəni- insanın geyim tərzi onun xasiyyətidir, yəni xasiyyətinə uyğun olaraq geyinir. Əslində insanların geyimi tam olaraq deyə bilmərik ki, onun əməlini və ya xasiyyətini göstərir. Günümüzdə bunu müasirliyə adlandırsalar da qarşı cins, deyim də qadınlar çox da çılpaq geyinirlər, çox da dedim açıq-saçıq geyimini bu müasirliyə adlandırırlar, amma mənim şəxsi fikrimə qalsa, bəli, əks etdirir. Yəni normal bir geyim tərzi olduğu halda durub da çılpaq bir geyim geyinmək təbii ki, əks etdirir. Bəli, əlbəttə, yəni necə deyim, insan daxili görünüşü görsənməsə də xaricən onu nümayiş elətdirir də. Sənin geyimin, sənin əxlaq biçimin. Yəni ona uyğun geyinməlisən. Sən məsələn lap kişi olsun, lap qadın olsun. İndiki dövrdə yəni kişilərin də geyimi bildiyiniz kimi pis çıxmasın, qadınlaşma kimi gedir də. Yəni qadın stil geyimlər, bu cür şeylər yaranır. Qadınlar da ki, elə tərzdə geyimlərdə çıxırlar küçələrə, elə tərzdə hərəkətlər eləyirlər. Yəni hərəkəti qoyar bir qırağa, geyimi adama xoş deyil də. Baxarsan hansısa bir kişi bəyənər bunu. Amma cəmiyyət içində alınası olmayan tərzdə geyim geyinirlər və sonra da qınağa tuş gələndə deyirlər ki, əxlaq geyim biçimi deyil. Yəni bu şüarı özlərinə necə deyək də, belə bir qalxan kimi tutublar. Amma yəni əxlaqı olan insan geyiminə də fikir verər, keçiminə də fikir verər ki, necə deyim, belə bizim mentalitetə baxanda Azərbaycanda yaşayırıq da. Hər kəsin evində atasına, qardaşına uyğun geyim tərzi geyinməlidir ki, yəni sabah belə deyək də, məsələn qadınsan, niyə atan, qardaşın başqa bir şəxsin yanında sənin geyiminə görə sözünü yeməlidir, baş aşağı olmalıdır. Yəni bu əxlaq daxildə necədirsə, yəni xaricdə də o cür onu göstərməlisən. Yəni bəzi geyimlər var ki, təbii ki görür, amma bəziləri yox. Yəni tam açıq-saçıq geyinir, təbii ki də, yəni onun əməlini bilmək olur da nə əməli sahibi, nə əqidənin sahibidir daha doğrusu. Məsələn, mən sənə heç yaxınlaşanda sənin əqidəvi bildim ki, sən dini əqidə sahibsən də, yəni müsəlman. Onu başa düşdüm, sənin əməlin, yəni necə deyirlər, din aid. Yəni qıraqdan keçən misal üçün də deyim, kostyumu birini görsən ki, onun əməli nədir, nə işlə məşğuldur. Onu təbii ki də seçmək olur. Əlbəttə ki, geyimə baxanda çox vaxtı, çox şey bilinir. Onun zövqündən, onun duruşundan, yerişindən belə. Məncə yox. Yəni geyim nisbi anlayışdır. Yəni insan ola bilər ki, geyim tərzi, üslub tərzi, düşüncə tərzi fərqli olsun. Ona uyğun geyim geyinsin, amma geyimi başqa olsun, əməli başqa olsun. Yəni məncə sırf geyiminə baxaraq o insan haqqında səthi düşüncələr demək olar, amma bu düşüncədə yayılma ehtimalımız çoxdur. Məncə yansıtmır. Məncə xeyr, çünki məsələn mənim geyimimdən siz mənim necə insan olduğumu bilənməzsiniz. Yəni və yaxud burdan başqası keçə bilər, rəngli geyinə bilər, fərqli geyinə bilər. Amma məsələn o ibadət edir məsələn, amma sən onu elə fikirləşməyəcəksən. Deyə bilərsən ki, bu başqa cür insandır, məsələn pis insandır və yaxud pis əməlləri var, amma bəlkə də o insan namaz qılır və yaxud necə deyim, yaxşı əməllərlə məşğuldur. Yəni geyim məncə onu yəni geyimlə bilmək olmaz. Valla belə deyim də, indi insana çox şey asıldı həqiqətən indiki dövrdə. Yəni geyimlə çox şey ölçülmür belə götürəndə, amma yəni belə deyək də, hər şeyin də bir qədəri olmalıdır da, bilsin nətəri. Yəni valla nə deyim, yəni insana çox şey asıldı yəni sonrasında. Yəni belə pis yəni adam var ki, məsəl üçün geyim normaldır, amma yəni əxlaq şeydir. Adam da var ki, tam əksisi. İnsana çox şey asıldı həqiqətən. Yəni mənim şəxsən yəni belə yox. Yəni suala qalanda yəni əxlaqla yəni geyim ölçülməlidir. Yəni çünki insanın daxilində çox şey asıldı. Əziz və dəyərli müsəlmanlar, bugünkü sorğumuzu yekunlaşdırdıq. Allah həmd olsun. İnsanların təbii ki də fərqli fikirləri oldu. Dediyim kimi sual yenə də sizcə insanın geyimi onun əməl nümayiş etdirirmi sualı idi. İnsan həm öz geyiminə, həm də öz əməlinə diqqət etməlidir.